həddindən çox hər şeyi kontrol etmək. Yəni insanları, başına gələcək hər şeyi, gününü planlamaq, hər şeyi planlamaq, planlı, kontrollu şəkildə yaşamaq. Bunlar bizə nədən xəbər verir? Kontrolda olmaq həddindən çox bizə bir növ belə deyək də, bir çox şeylərdən müdafiə etməyə, qorumağa çalışmağımızdır özümüzü. Hansı ki, bəlkə uşaqlıqda həddindən çox çarəsiz, aciz hiss etdiyimiz vaxtlar olub. Həddindən çox təşvişli, bəlirsizlik olan bir yerdə, bir ailədə böyümüşük. Dolayısıyla bizim kontrol etmək ehtiyacımız yaranıb. Yəni kontrol eləyərək bir müdafiə mexanizmi formalaşdırmışıq. Öz həyatımıza, baş verənlərə, hadisələrə, eləcə də hisslərimizə, çöldəki dünyaya qarşı və dolayısıyla bu kontrol bizi güya ki, nələrdənsə qoruyur, müdafiə eləyir. Və ya da ki, belə bir sual verə bilərəm ki, kontrol etmək ehtiyacın görəsə nədən qaçışdı? Kimə, nəyə dönüşməkdən qaçışdı? Kimin həyatını, həyat ssenarisini yaşamaqdan qorxursan görəsən? Bu anandır, atandır, hər kimdir görəsən? Hansı ki, uşaqlıqda onun taleyinin acı olduğunu görmüsən. Yəni, bəlkə də onun çarəsiz, aciz olduğu vaxtları görmüsən. Dolayısıyla indi ona dönüşməmək üçün bir növ özünü müdafiə etməyə çalışırsan, yəni kontrol edirsən bir çox şeyləri və kimə, nəyə dönüşməkdən qorxursan görəsən. Bunlara bir baxa bilsən, bunları bir cavablandıra bilsən, yəni bir sorğulaya bilsən, görəsən necə bir yol qət eləyə bilərsən. Yəni necə bu sualın cavabı nə olar sənin üçün? Bunlara bir bax deyərdim belə.